qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Kafirlər dedilər, əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq. Məyər biz onları özümüzdən bir ruzi olaraq, hər cür meyvənin gətirdiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir. Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurtları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara biz varis olduq. Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məyər başa düşmürsünüz?